Axşamınız xeyir bir də hörmətli izləyicilər. Mən müraciət eləmişəm. Bir də müraciət edirəm. Xaçmaz rayonu Qobuqraq kənd cəmaatına. Mənim heyvanlarımın arasından hörmətli cəmaat. Kənd içindən, meşiddən biraz yuxarı 5-6 heyvanın arasından qurbanlıq aldığım qoç günorta radələrində yoxa çıxıb. Belə ki, mən qoyunlarımı buraxmışdım kənd içinə, daha doğrusu çaparların dibində otlasınlar. Bir yarım saat, 40 dəqiqədən sonra çıxmışam kənd içinə, heyvanları gətirməyə görmüşəm, qoyunlar oradadır, aralarındakı qurbanlı qoç yoxdur. Təbii ki, bunu kəndçi təsərrüfatçı hamısı bilir ki, qoç heyvanlardan ayrı gəzən deyil. Təbii ki, onu kimisə tutub, özü də yenə deyirəm, kəndin içində məscidin yanından biraz yuxarı, təxminən 50-100 metr yuxarı qoyunlar otlayırdı, amma qoç yox idi. Mən bilmirəm kim onu tutub, nə məqsəddə tutub, amma bilirsiniz, bizim nəslimizdə, şəxsən mən özümdə heç vaxt haram tikə yeməmişəm. Bilirsiniz ki, mənim atam da bu kəndin cəmaatına müharibə illərində, əksəriyyətinə yerli cəmaatda, yəni sonradan gələnləri demirəm. Onları əksəriyyətinə müharibə illərində, aclıq illərində əl tutub, çörək verib, dolandırıb, bu günlər onların balaları, nəvələri yaşayır bu kənddə. Və bilirsiniz, həmin o kimlərisi güllələmədən, sürgündən, nə bilim, aclıqdan qutarıb. Hazırda bizim kənddə 6 nəsil var ki, mənim atamın, sırf atamın çörəyi ilə həyatda ayaqda durublar. Onların 4'ünü mən kitaba salmışam, 4 ailəni, özləri də bilirlər. Bunları deməkdə məqsədim odur ki, mənim qurbanlıq aldığım qoçu qoyunlarımın arasından kimisə tutub. Bilmirəm, nə məqsədlə tutub. Və müraciət edirəm, kim tutubsa onu buraxsın. Vallahi xeyir görməzsiniz. Allaha and olsun. Övladlarınızın, özünüzün başına bir iş gələr. Onsuz da bu ortaya çıxacaq bir gün. 5 günü, oğurluğun deyilən filan işin müddəti 40 gündür. Mən özüm də uzun müddət təsərrüfat rəhbəri işləmişəm, cavanlığımdan bəri. Bu cəmaatla bir yerdə işləmişəm. Məni imzamla bu insanlar əmək qalıb, dolandırmışam. Bunu hamınız bilirsiniz. Ona görə də yenə müraciət edirəm. Mənim heyvanımı kim tutubsa buraxsınlar. O qurbanlıq qoç idi. Halal əməyimlə, halal pulumla almışam. Onu heç kəsin boğazından keçməz o. Allahın bəlasına gələrlər. Və bir də onu deyim ki, axıb, necə ola bilər ki, kəndin tən ortasından, məsciddən biraz yuxarı, qoyunlar orada otdur, qoç yoxdur. Bu qoç necə ayrılıb gedə bilər ki, qoyunlardan oyna? Deməli, kimisə bunu tutub da, buna aydın surətdə, bu aydındır ki, bunu kimisə tuturub. O heyvanlar ələ öyrəşmiş heyvanlardır. Bıraxırdım, gedib otlayıb, doyurdu, qayıdıb gəlirdi həyətə. Adamı görəndə yaxınlaşırdı. Bax, deyirəm, yenə deyirəm, Allahdan qorxun və bəlaya gəlməkdən qorxun. Mənim heyvanımı kim tutubsa, bıraxsın. Sağ olun.